Salam, mənim kanalımın gözəl xanımları necəsiz? Kanalıma, mətbəximə xoş gəlmisiniz. Mən bu gün dananın ürəyini hazırladım. İstədim sizlərlə də bölüşəm. Yoldaşım hər zaman ciyərlə birlikdə alırdı. Bu səfər dəyişiklik olsun deyə ayrı almışdı. Yəni ayrı heç vaxt hazırlamamışdım. Dedim gətirəm hazırlayım. Həm sizlər üçün fikir olar, həm görüm dadı necədir ki, sizlərlə də bölüşəm. Həqiqətən də çox dadlı idi. Yəni yoxlamağa, sınamağa dəyər. Burada da gördüyünüz kimi kub-kub, xırda-xırda doğrayıram. Çünki çox böyükdə qaynayır deyə və yaxud da qızardırıq deyə çox böyükdə qazanda yaxşı görsənmir. Həm də balaca doğrayanda daha tez bişir. İlk öncə qəşəngcə yumuşdum. Təbii ki, doğradıqdan sonra da mütləq şəkildə yuyuram. Və onu da qeyd edim ki, mən liboy əti, istər ət olsun, ciyər olsun, nə bilim, toyuq olsun, yəni mən ən azı 1 saat gözlədirəm onu. Soyuq suda mütləq gözlədirəm ki, içinin qanı, yəni hər hansı bir maddəsi varsa zərərli, onlar çıxsın. Çünki gözlətmək daha gözəldir. Burada da gördüyünüz kimi qazana yığdım, sonra soyuq su tökdüm. Çünki soyuq suda gözlətmişdim deyə soyuq su tökmək daha məsləhətli idi. Soyuq su tökdüm, qoydum qaynamağa. Burada da gördüyünüz kimi soğanını soyuram, kartofunu soyuram. Sonrakı gedişatı da bilirsiniz ki, yəni soğanı aypara şəklində doğradım. Çox xırda doğramağa ehtiyac görmədim. Ona görə də aypara şəklində iri-iri doğradım. Kartofu soydum. Burada da gördüyünüz kimi, yəni sadəcə 4 yerə bölürəm soğanı. Ondan sonra başlayıram doğramağa. Burada gördüm çox böyük gəlir. Ona görə də 2 yerə böldüm yarısını. Başladım doğramağa. Yəni çalışdım incə-incə doğrayam, amma yəni uzunluğu normal idi də, yəni böyüklüyü normal idi. Tavaya əlavə etdim. Ondan sonra üzərinə yağ əlavə etdim. Yəni normal qaydada da hər kəs necə hazırlayır ciyər yeməyini, bunu da eyni qaydada hazırladım. İnşallah ki, videomu bəyənərsiniz. Əgər videomu bəyənsəniz, kanalıma abunə olub, like etməyi və yaxınlarınızla kanalımı bölüşməyi unutmayın. Məni izlədiyiniz üçün hər birinizə sonsuz təşəkkürümü bildirirəm. Allah hər birinizdən razı olsun. Allah o gözəl ürəyinizə görə versin. Hələlik, gələn videoda görüşmək üzrə.